olsun. Fırçamızı da belə bağladım torbanla. Daha yaxşı görsənsin. İndi gətirib bura qoymuşam ki, verim yoldaşım maşına qoysun ki, Sara indi duranda onu görməsin. Yoxsa deyəcək ki, aç, mən onun içindəkiləri götürürəm. Al, apar qoy maşını. Bugün tez oyanmışam deyə hələ ki vaxtım var. Kompot elədim. Orada meyvələr vardı, uşaqlar hamısını yeməmişdilər. Onları doğradım. İndi burada belə nar vaxtı narı dənələyib qoyuruq biz. Ondan var. Gəldim bunu da götürdüm ki, kompotun içinə bundan da qatım. Hamısını eləməyəcəm. Yarısını eləyim, yarısı qalsın. Bundan alınmadı. Bundan tökmək istəyirdim. Alınmadı. Görüm. Bundan tökürəm. Əlimi istəmirəm vurum. Soyuqdur həm də. Bulanmasın. Əlimi istəmirəm. Olmayacaq. Görək bəlkə bu qaşıq rahat oldu. Hə, bu daha rahatdır. Bundan tökərəm. İndi şəkərini də tökmüşəm, hər şeyini. Uca belə bişəcək. Bu almalar belədir, çünki uşaqlar dişləmişdilər. Onlar sonra yeməmişdilər deyə doğradım, qoydum. Suya da qoyan kimi qaraldı. Əslində belə deyildi. Suya qoyan kimi qaraldılar. Stavniləri də açım uca. Saran çünki oyadıram. Oyadan da belə açıram. İşıq düşsün içəri, Sara da oyansın. Bugün də hava qəşəngdir, gün çıxıbdı, amma günortadan sonra hava dəyişməlidir. Sabah hələ qar yazıblar, görək. Əslində bir yer çərşənbəsidir də, bu günlərim külək olmalıdır. Adətən olur həmişə, mən fikir vermişəm. İndi bugün də günortadan sonra dəyişməlidir, görək necə olacaqdı hava. Soyuducunun içini tamam boşaltdım. Hamını dərsə, işə qoydum, gəldim. Sarandı bağçaya. İndi bunlar da boşaldıb çıxardacağım. Bunlar da çıxlar, bunlar da yuyum. Buranı da təmizləyim, sileyim. Hər şeyini boşaltmışam soyuducunun bura. Bu qabıdır, aşağıdakı qabı. Bu da içində olanlardır. Bunlar da gözləridir. Çıxartmışam ki, bunları da yuyum. Birini qoydum oraya, indi şampunuyum, sonra o birisiləri.
Ləzzət qırağı belə xarab olmağı. Hə. Onu tikirlər. Belə xoşum gəlir onlar. Soyuducuyla işimi bitirdim. İndi gəlmişəm bu paltarları sərməyə, özümə də çay süzmüşəm. Çaşqama fikir verməyin, biraz yekədir. Hərdən ürəyim elə çay istəyir ki, onda bu çaşqada süzürəm. Çünki bilirəm ki, balacada içsəm doymayacam. Ona görə bunda süzürəm. Heç səhər də çay içmədim. Elə ancaq elə Saranın tez biraz yemək yedim. Getdik Saranı bağçaya qoymağa. İndi ona görə çay süzdüm özümə belə yekə çaşqada. Bu paltarları da səhərdən durdum, qoydum yuyulsunlar ki, mən indi sərə bilim. İndi başlayım paltarları sərməyə bir-bir. Bu günlərim Göygöldə Novruz şənliyi var. Heydər Əliyev parkında, sonra deyirlər İcran qabağında da var. İndi biz kursdan çıxdım, işimi bitirdim. Gedirəm, Rənanı aparıbdı müəllimə sonra. İndi gedim onu götürüm. Birinci Məlikəni geyim götürüm məktəbdən. Sonra da gedək Rənanı götürək. Elə dedim sizin üçün də bəlkə orada nəsə çəkərəm. Maraqlı olur hər dəfə. Düzdür, mən hər il getmirəm. Vəbşi getməmişəm. Birinci dəfədir getmişəm. Amma statuslarda görmüşəm ki, maraqlı olur. Məktəbə. Amma görün nə qədər maşınlar var. Yer yox idi saxlamağa. Bir təhər ki, burada saxladım maşını. İndi gedək Məlikəni götürək. Gedək parka. Gəl Səid. Gedək biz də tədbirə görək nə çəkirik, nə edirik. Götdüm, gedirik indi. Görün nə qədər hər yer dolu maşındır. Mən yaxşı ki, heç bura dönmədim də. Bura gəlsəydim, nə yer var idi saxlamağa, nə də bir düzəməli keçmək olur. Burada yol dardı. Yolun o üzündə, bu üzündə saxladılarsa, vəsə, yer olmur. Hamı da gedir ora. Hə, gəlin buradan elə gedək. Gəldik parka. İndi orada mahnı qoyublar, bilmirəm çəkə biləcəm yoxsa yox. Çəksəm də gərək mahnını eləyim, kəsim ki, mahnının səsi olmasın. Çünki YouTube yoxsa ki, qoymur. Blokirovat eləyir də videonu. Да, надо. Ne kadar sene gidecek? Bana çekecek. Ama biz geçtik. Orada çekecek. Hadi çekler beni hani. Arkadan yine çıkalım. 4-5'imiz aşağı. Sen doktor. Sen okuyor. Bak dedim bak bak oraya.